Yəni bu qabili tutacaqlar, gətirəcəklər, kəsəcəklər. Belə həvəslə paylaşan adamlar, belə həvəslə yayımlayanlar, bax sözüm sizədir. Qabili tutsalar, qabili deport eləsələr, qabili sərhədlər açılacaqmı? Qarabağa 9700-dən çox şəhid verdiyiniz Qarabağa portalsız gedəcəksiniz. Qarabağda toyuq, cücə saxlamağa, arı saxlamağa, bir dənə kişniş, bir o kişniş səpib yeməyə icazə verəcəklər. Qabili həbs eləyəndən sonra İlham Əliyev sizin ana bacılarınızı ərəblərin pastelinə soxmayacaqlarmı? Ha? Maaşınız artacaqmı? Minimum əmək haqqı, orta əmək haqqı Ermənistandan 2 dəfə, 3 dəfə aşağıdır. Ermənistandan yaşayış səviyyəniz yuxarı mı olacaq? Ha? Çəkin torpaq əlindən alıb anasını ağladıqlar. Bütün Azərbaycan deyil, Cərməbaycandır. Cərmələri aradan qaldıracaqlarmı? Kredit borcunuz silinəcəkmi? İcra başına kim hansı borcun içindən mən bilmirəm, brigada komandirlərinə qədər. Bir ailə rejimi ölkəni talan eləyibdir. Sənin güzaranın yaxşı olacaqmı? Ha? Borc yiyəsi, faiz yiyəsi qapını duymayacaqmı? Ha? Qabilin tutulmağı, qabilin sənə sərf eləyəcəkmi? Ağı gördüğümüz ki, BMT-dən belə, Amerikadan, İngiltərədən, Anglo-Saksonlardan belə, xalqın belə böyük hissəsinə hökumət kanalları qabilini necə dəstəklədiyini, sevdiyini görmədiniz. İndi hansısa bir adamın, hansısa bir video paylaşaraq, videolar düzəldirlər, maskalı, güya üzündə maska, gəlirlər, məni götürürlər, maşına basırlar güya, yapay zeka ilə düzəldirlər, yazırlar, bu gün xoşbəxt gün haradadır? Bədbəx oğlu, məni gətirsələr, sənin anan bacın yenə də ələbin altında yatacaq. Ay bədbəx oğlu, yenə İlham Əliyev məndən qorxur səsini çıxartmır. Ay bədbəx oğlu, hamı deyir ki, Azərbaycanda səni Allaha tapşırıram demirlər, səni qabilə tapşırıram deyirlər artıq. Demirlər səni prezidentə şikayət edəcəm, deyirlər səni qabilə şikayət edəcəm artıq. Ay bədbəx uşağı bədbəx, hələ bizə görə dillənmirləri, bütün yerlərdə məmurlar, orta boynuzlu məmurlar, iri boynuzlu məmurlar, hamısı deyir, düşünürlər ki, xəbər, məlumat, bu baskı xarici mediaya çatacaq. Ölkədə media qoymayıblar, bütün medianı basıblar içəri. Qabili tutulanda sənə nə olacaq, nə qazanacaqsa. Bədbəx oğlu, yenə biləsən ki, sən yaxşı dolanırsan, yenə biləm ki, sən yaxşı dolanırsan, deyərəm, problemə girəm, ya trosa, ya da mədənin isağzından bəri gəlir. Sənin vətənin mi var, vətənin var, düşmüsən. Sən ölkədə ancaq bədənini və şərəfindən başqa İlham Əliyev yaşama şansımı qoy bə, ha? Bədbəx oğlu bədbəx. İlham Əliyev yaşama şansımı qoy bə. Gün sabahda Zəngəzura basıb sizi qırdıracaq. Qabil tutulsa, qabil sizi Zəngəzur savaşına basıb qırdırmayacaq mı? Şəhid analarını döyüb qaziləri minməyəcəklərini, sürməyəcəklərini. Ha? Alo, hə. Salam bəy, buyur. Demək ki, həmçə Azərbaycan xalqını salamlayıram. Efirlərdə o nəticə keçəcək. Bir söhbətdə başa düşdüyünə o Azərbaycan hakimiyyətinə qol vermək üçün. Sən Azərbaycan hakimiyyətinin başında oturan Kəmal Əliyevə Bozaqlarını iki sallanan qədər ki, tullanan. Elə bir ki, iki sallanan Kəmal Əliyev asıllarına bir tutulan yoxdur. Ona beş sallanan alışılmış kimi sorulursun. Mənim bir Azərbaycana mən aparam. Azərbaycan qanunları içərisində qutarım. Azərbaycan cinayət məcəlləsi var, onun içərisində qutarım. Bunu versinlər ki, müəllifimizə qanunlarımıza şeylər. Azərbaycan qanunları İlham Əliyev yazılmış qanunlardır. Mehribanın yazılmış qanunlardır. Həmən qanunlar məhkəmə edəcəklər. Həmən qozuzağımız yeyirlər.